Eyfel qülləsi Fransanın paytaxtı Paris şəhərinin ən məşhur simvollarından biridir və dünyanın ən tanınmış tikililərindən biridir. Qüllə Paris şəhərinin Sen çayının sahilində Champ de Mars parkında yerləşir. Qüllə 1887-ci ildə tikilməyə başlayıb və 1889-cu ildə bitibdir tikilməsi. Qüllənin müəllifi fransız mühəndisi Gustav Eiffel olubdur. Məhz onun şərəfinə qüllə bu gün Eiffel adı daşıyır. Eyfel qülləsinin 31 mart 1889-cu ildə açılışı olub. Eyfel qülləsinin hündürlüyü onun antenası ilə bir yerdə 330 metr təşkil edir. Eyfel qülləsi 3 mərtəbədən ibarətdir və hər bir mərtəbəsi turistlər üçün açıqdır. Eyfel qülləsi tikiləndə bir çox parislər onu dəmir canavar adlandırırdı və bir çox şəxs bunun tikilməsinə qarşı idi. Eyfel qülləsi 1889-cu ildən 1930-cu ilə qədər dünyanın ən hündür tikilisi olub. Qüllə hər 7 ildən bir yenidən rənglənir. Buna təxminən 60 ton kraska sərf edilir. Eyfel qülləsi təxminən 20 min işıqla işıqlandırılır və hər saat 5 dəqiqəlıq Eyfel qülləsi parlaq şəkildə yanır. Eyfel qülləsini hər il 7 milyondan çox insan ziyarət edir.